Böyük zəhmət, diqqət və xüsusi qayğı tələb edən sahələrdən biri də baramaçılıqdır. Lənkəran rayonunda bu sahə üzrə fəaliyyət göstərən kümçülər ipək qurdlarını tut ağaclarının məskəni olan ərazilərdən yarpaq toplayaraq bəsləyirlər. İpək qurdunun normal bəslənməsindən ötürü təsərrüfatlarda yardımçı binalar və xüsusi otaqlar hazırlanıb. Yaradılan şərait ipək qurdunun normal inkişafına və vaxtında bol məhsul əldə edilməsinə tam təminat verir. Baramaçılıqla bağlı bu il 2026-cı il üzrə Qax Damazlı İpəkçilik Stansiyasından 200 qutu barama qurdu gətirilərək tam sağlam şəkildə Lənkəran rayonu üzrə 41 ərazi icra nümayəndəliyi üzrə 43 kümçüyə paylanılmışdır və hal-hazırda onların yemləndirilməsi, saxlanması və bəslənməsi həyata keçirilir. Ötən illə müqayisədə bu il rayonda kümçülərin sayı 40 nəfərdən 43-ə qədər artıb. Baramanın inkişafı üçün yemləmə işi, baytarlıq sanitariya tədbirləri, rütubət nizamlanıb, istilik rejiminə əməl olunub. Düzgün qulluq və vaxtında yemlənmə gələcək məhsuldarlığa birbaşa təsir göstərir. İpək qurdunun böyümə mərhələsinə uyğun olaraq yemləmə texnologiyası da dəyişir. İlk mərhələlərdə yarpaqlar doğranaraq verilsə də, hazırki mərhələdə barama bütöv yarpaqla bəslənilir. Ata-babalar əkiblər o vaxtlar olub. Ona görə indi də bu var. Bu yem tədarükü çoxdur. Hər 2-3 saatdən bir bu yemləmə getməlidir. Onu da bildirək ki, kümçülər hər qutudan orta hesabla 50 kiloqramdan artıq məhsul götürməyi planlaşdırırlar. Rayon üzrə isə təxminən 7-8 ton məhsulun əldə edilməsi gözlənilir. İlkin Rızayev, Rövşən Almazoğlu, APA TV, Lənkəran.